Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. Ve aslih lana şe'nena kulleh. Və la təkilnə ilə ənfusinə tarfətə aynin. Dəyərli, qiymətli qardaşlar, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir, duası, bərəkəti olsun. Həmd olsun uca Allaha. Allah Teala bizləri gözəl, fəzilətli elm məclisində cəm edib topladı. Həqiqətən də elm öyrənmək, elm məclislərində iştirak etmək Allah yanında savabı, mükafatı, faydası ən böyük, ən bol olan əməllərdən biridir. Kifayətdir ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm elm məclisləri haqqında bu dünyadakı cənnət bağçasıdır demişdir. Elm məclisləri haqqında Allah Taala'nın orada oturub iştirak edənləri bağışlayıb, əfv etdiyini söyləmişdir. Kifayətdir ki, Allah Taala elm məclislərində oturub iştirak edənlərin adların səma əhlinin yanında çəkir. Onlarla övünüb, onlarla iftixar edir. Kim elm öyrənmək üçün gəlirsə, Allah Taala ona cənnətə gedən yolları asanlaşdırır. Elm məclisləri mələklərin gəlib oturub iştirak edədikləri qanadları ilə düz səmaya qədər əhatəyə aldıqları məclislərdir. Allah Taala'nın rəhməti, sükunəti, əmin-amanlığı nazil olur elm məclislərinə. Ona görə də hər birimiz əlhəmdə Allaha həmd səna etməliyik. Ona çoxlu təşəkkürlər etməliyik ki, bugün bizi burada toplayıb cəm etdi. Allah Taala bizləri burada toplayıb cəm etdiyi kimi axirətdə də peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və əməl-i salih insanların yanında cəm edib toplasın. Qiymətli qardaşlarım, Hafiz Ən-Nəvavi Rahiməhullahın 40 hədis kitabını oxumağa davam edirik. Keçən dərslərimizdə biz 19-cu hədisin şərhini öyrənirdik, oxuyurduq. Bu dərsimizdə inşallah bu hədisin şərhini tamamlayıb Allahın müvəffəqiyyəti ilə bitirəcəyik. Demək, ikinci rəvayətdə Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur: "Təarraf ilallahi firraxai ya'rifke fi'ş-şiddə." Sən əminamanlıq, rahatlıq vaxtında Allahı yadına sal, Allahı zikr et. Allah da səni çətinə, sıxıntıya düşəndə yadına salsın. Sənə köməklik etsin. Həqiqətən də mənası olduqca rahat başa düşülən bir kəlmədir. Yəni, xoşbəxt hallarında, sevincli günlərində Allaha yaxın ol. Allahla münasibətini gözəl tut. Allahın əmrlərini yerinə yetir, qadağalarından çəkin. Allahı zikr et, Allaha dua et. Sabah o halın sıxıntı ilə əvəz olunduqda Allah da səni öz köməyi ilə, öz yardımı ilə, öz rəhməti ilə yadına salsın, sənə yardımcı olsun. Ona görə əslində xoşbəxtlik halları biraz insana nemət verəni unutturur. Əksər insanlar nə vaxt nankör olur? Acılıq vaxtı, yoxsa toxluq vaxtı? Toxluq vaxtı. Sağlamlıq vaxtı, yoxsa xəstəlik vaxtı? Sağlamlıq vaxtı. Gənclik dövründə çox nankörlük edir, yoxsa qocalar? Əlbəttə gənclik dövründə. Əksər insanlar bu nemətləri düzgün dəyərləndirmirlər. Bugün Allah Subhanahu Taala sənə zənginlik bəxş edibsə, bil ki, o kasıbçılığın dalıcan gəlib. Bugün Allah Subhanahu Taala sənə sağlamlıq bəxş edibsə, bil ki, o xəstəliyin dalıcan gəlib. Bugün Allah Subhanahu Taala sənə güc, qüvvət bəxş edibsə, bil ki, o zəifliyin ardınca gəlib. Ona görə xoşbəxt, əminamanlıq vaxtı xüsusi ibadətlər var. Rasul sallallahu aleyhi və səlləm ona xoş bir hadisə xəbər veriləndə, yaxud özü nəsə bir xoş bir hal görəndə Allaha təşəkkür əlaməti olaraq səcdəyə qapanarmış. Qeyd edeyim bunu. Allaha təşəkkür əlaməti olaraq səcdəyə qapanmaq. İkinci, Elhamdülillahillezî bi ni'metihi tetimmus salihat duasını etmək.
öz nemətləri ilə yaxşı işlər tamamlanan Allaha həmd olsun. Sevincli, xoş, müvəffəq olduğumuz hallarda bax bu duaları etmək. Sonra Allahın sevdiyi, razı qaldığı digər əməlləri yerinə yetirmək. Sədəqə vermək məsələn. Sədəqə vermək, köməklik eləmək sevindirici bir hal olanda o neməti qoruyub saxlamaqdır. Və belə olanda dəyərli cəmaət, insanların başına sıxıntı gələndə, narahatçılıq gələndə Allah Taala o sıxıntılı, o narahatçılığı ona yüngül keçirdir, onu yadına salır, onu heç də sıxıntıda çox qalmağa, narahatçılıq, dərinlik içərisində çox qalmağa icazə vermir. Əksər insanlar görürsən ki, Allah Subhanahu taala deyir: "Kəllə innəl insənə ləyatğa ar-ra'ahu istəğnə." Xeyr, insan doğrudan da həddini aşır, özünün ehtiyatsız olduğunu zənn etdiyinə görə. Belə olan halda insan elə bilir ki, bu elə mənim özümə görə gəldi, bu cür zənginlik, bu cür güc qüvvət, bunu mənə özümdən oldu, nemət verəni unutdu və s. Allah Subhanahu taala ona daha şiddətli əzablar verir. Qarun həmişə misal çəkilir. Qaruna Allah Taala böyük bir zənginlik bəxş elədi və ona cəmaət görəndə ki, nankörlük edir, nemət verəni yadına salmır, nəsihət elədilər ki, nemət verəni yadına sal. Bunları Allah Subhanahu taala sənə verib. Necə ki Allah Taala sənə verib, sən də başqalarına ver. Az əvvəl qeyd etdiyimiz kimi, yəni sənə bir yaxşılıq, xoşbəxtçilik gələndə sən də ondan başqalarına köməklik et, sədəqə ver. Qarun bunların nəsihətlərini eşitmədi heç birin. Üstə gəl, dedi ki, elə bu mənim özümə görə olub. Yəni özün ehtiyatsız zənn etdi. Allah Subhanahu taala nəticədə həm Qarunu, həm də Qarunun varın, dövlətin yerin dibinə batırdı. Hansı ki, onun xəzinələrin açarın dəvələr daşıyırdı. Ona görə dəyərli qardaşlar, yəni nə qədər güclü olursa olaq, nə qədər mal, mülk, dövlət bol olursa olaq, heç vaxt düşünməməliyik ki, yəni bundan sonra nəsə bir kasıbçılıq gələ bilər. Qarunun malın, mülkün, açarın hələm dəvələr daşıyırdı. Yəni malı, mülkü yox, xəzinənin, açarların dəvələr daşıyırdı. Yəni bunu bugünkü müasir cihazlar Qaruna nə qədər var dövlət verilib hesablaya bilməz. Mümkündür. Yəni Qarunun pulları indiki banklara qoysaydı, təzə bank açmaq lazım idi. İndiki banklar çatdıra bilməzdi. Qarun elə bilmirdi ki, yəni mən bundan sonra yenə kasıb ola bilərəm. Bəli, ola bilərsən. Onu bir an içərisində sənə verən Allah ondan da tez səndən ala bilər. Əgər nemət verəni yaddan çıxarsa. Əgər o nemətlərlə Allaha ibadət və itayət etməsən. İnsan dəyərli qardaşlar bu zaman Allahı unudur və başlayır nankörlük eləmə. Amma elə ki xəstələnir, Allaha üz tutur. Elə ki sağlamlığından şikayət edir, Allaha yönəlir. Elə ki məsələn bir imtihan, bəla gəlir, dərhal Allaha yönəlir. Düzdür, bunlar lazımdır. Bunlar olmalıdır. İmtihanlar, bəlalar ona görə var ki, biz daha çox məscidə gedək gələk, daha çox namaz qılaq. Allah Subhanahu taala bizi ona görə sınağa çəkir ki, eləmədiyimiz işləri eləyək. Oxumadığımız Quranı oxuyaq. Tutmadığımız orucları tutaq. Sədəqə vermirdik, sədəqələr verək. Buna görədir. Aydındır, yəni imtihan, sınaq vaxtı insan Allaha yönəlirsə, bu onun üçün yaxşı haldır. Amma söhbət ondan gedir ki, insan var, nemət vaxtı Allaha yadına salmır. Elə ki, necə deyir Allah Subhanahu, dənizdə fırtınaya düşən kimi başlayır ixlasla Allahı çağırmağa. O çağırışların da onlara heç bir faydası, xeyri olmur. Sonra Muhammed s.ə.v buyurur ki, səni şiddətli vaxtında, yəni çətin vaxtında yadına salsın. Xatırlayaq mağaraya düşən 3 nəfərin hadisəsini. Əvvəlki ümmətlərdən Peyğəmbər s.ə.v buyurur ki, onlar mağarada olanda böyük bir qaya aşır, mağaranın qapısının ağzını örtür. Və başlayırlar, onlar oradan çıxa bilmirlər. Mümkün deyil çıxmaq. Nə qayırlar dəyərli qardaşlarım? O çətinlikdən çıxmaq üçün salih əməllərə üst tutmağa. Və biri valideynə yaxşılıq etməsin qeyd edir. Allahım, mən valideynimə yaxşılıq eləyirəm. O yaxşılığım etmək səbəbi ilə məni buradan çıxart. O birisi zina kimi böyük bir günahdan Allahdan qorxduğu üçün uzaqlaşmasın.
dəlil gətirir. Qaya hər dəfəsində biraz aralanır və axırıncı isə dəyərli qardaşlarım buyurur ki, əmanəti qoruyub saxladığına görə, əmanəti zay etmədiyinə görə Allaha bunu əməl kimi təqdim edir, salih əməllə yaxınlaşmaq və qaya tam açılır. Və onların məhz bu gün, onların məhz o sıxıntıdan qurtulmalarına səbəb nə idi? O mağaraya düşməmişdən qabaq salih, gözəl həyat yaşamaları idi. Salih, gözəl həyat yaşamaları onları çətinə düşəndə tez bir zamanda xilas edir. Yəni onlar mağarada 50 il, 100 il qalmadılar. 1000 il qalmadılar. Qısa bir müddət qaldılar. Allah Teala o qayanı oradan açdı. Allah Teala buyurur ki, cənnət əhli haqqında deyir ki, innahum kanu qabla zalika muhsinin. Onlar bundan qabaq, yəni dünyada salih əməl sahibi idilər. Baxan zaman dünya həyatına, axirət həyatına keçidin arası olduqca yaxındır. O keçiddə, gözləmədə sıxıntı olur. Biraz məşəqqət olur. Gözləməyin məşəqqəti, sorğu-sualın məşəqqəti. Yəni, asan şeylər deyil, qardaşlarım. Əməllərin ölçülməsi, səhifələrin dağıdılması bizi Sırat körpüsünün üstündən keçmək kimi əzəmətli bir hadisə gözləyir, qardaşlar. Hamımız, bütün insanlar o körpünün üzərindən keçsək, qarşıda elə bir gün var, elə bir an var. Lakin, əziz qardaşlar, onlar o körpünün üstün, necə deyirlər, iməkləyə-iməkləyə, yerə-yerə keçmədi, tez keçəcəklər. İldırım surəti ilə, bir göz qırpımında və dərhal cənnətə düşəcəklər. Yəni, elə insanlar var ki, hələ onun gəlib cənnətə çatmağına 100 il, 200 il vaxt lazımdır. 300 il vaxt lazımdır. Bunlar bu dünyada yaxşı işlər görürlər də axı. Onların qəbir həyatı, qəbirdən qalxmaları, sorğu-sualı, Sırat körpüsünün üzrə keçməyi çox asan və rahat tez olacaq. Və hara daxil olacaqlar? Cənnətə. Amma günahkarın, amma asinin, amma salih əməlləri az olub, günah əməlləri çox olan insanın o keçid həyatı ağırlacılı olacaq. Allah Teala buyurur ki, onlar dünyada yaxşı işlər görürlərdi. Nədir o yaxşı əməllər arasında? Deyir, kənu qalilən minəl-leyli mə yəhcəun. Onlar gecənin bir hissəsini yatıb, bir hissəsini ibadətə keçirərdilər. Yəni gecə namazı, yəni gecə ibadətləri, Quran oxumaq, zikir, dua, Allahdan istəmək. Və bil-əshərihum yəstəğfirun. Sübh çağı isə, yəni sübhə az qalmış, Allahdan bağışlanma istəyirdilər. Və fi əmvalihim haqqun lis-səili vəl-məhrum. Onlar öz məllarında bilirlər ki, kasıbların, ehtiyac sahiblərinin haqqı var. Məsələn, bugün Allah 10.000 yetiribsə, mən o mala baxanda bilməliyəm ki, burada ailəmin haqqı var, uşaqlarımın haqqı var, ata-anamın haqqı var, qohumlarımın haqqı var, kasıbların, yetimlərin, dul qadınların 10.000-in hamısı sənindir. O 20.000 hamısını Allah sənə verməyib. Orada haqq sahibləri var. Hətta, əziz qardaşlar, ola bilsin ki, onu sənə Allah Subhanahu taala kasıblara görə verib. Fağırlara, miskinlərə, dullara, ehtiyac sahiblərə, xəstələrə görə verib. Bir nəfər kişi gəlir Peyğəmbər s.ə.və deyir ki, deyir, elə mən işləyirəm, ancaq mənim qardaşım elə meçid ev. Yəni ki, qınıyır da məzəmmət eləyir. İşləmir də yana. Deyir, nə bilirsən, bəlkə Allah Subhanahu taala ona görə səni roziləndirir. Ona görə o işsizə görə sən işdi olan adam sənə ona görə verir. Ona görə deyir, yaxşılığı eləsən ona. Ona görə dəyərli qardaşlar, hər birimiz bilməliyik ki, bu ibadətlər əsla və əsla bizdən ayrılmayan ibadətlərdir. Yəni, müminin hər gecə ibadəti olmalıdır. Yəni, necə deyərlər, özümüzü gecə ibadətsiz təsəvvür etməməliyik. Qalxırsan sübh namazından yarım saat qabaq, 40 dəqiqə qabaq, indi qışdır, əlhəmdə, gecə nə qədər yatasan yat, ayılırsan. Qalxdın, əlhəmdə, dəstəmaz al, namaz qıl. Allah Teala hər gecə dünya səmasına enir. Axır 3-də 1-ə qədər gözləyir. Kim mənə dua edər, onun duasını qəbul edim. Kim məndən istəyər, ona istədiyini verim. Kim məndən bağışlanma istəyər, onu bağışlayayım. Aləmlərin Rəbbi olan Allah səni gözləyir. Sənə yaraşan nədir? Onun gözləntisinə cavab verəsən. Qalxdın, istiğfar elə, dua elə, Allahdan istə. Yoxsa mən o vaxtı yatsam, bu yaxşı ədəb deyil. Yaxşı ədəb deyil, qardaşlar.
Gecə namazı müminin izzətidir, müminin başının ucalığıdır, müminin ruhsunu artırandır, müminin üzün işıqlı, nurlu eləyəndir. Təkcə gecə namazları deyil, gecə ibadətləri, həmçinin dua eləmək var, həmçinin Quran oxumaq var, həmçinin istiğfar var. Allahdan bağışlanma istəmək. Ola bilər, məsələn, insan çox yorğun olar, işə namazını qılandan sonra gecə namazlarını qıl yat. O gecəni ibadət eləmiş sayılırsan. İşanı qıldın, sünnətin qıldın, lap çox yorğunsasa oturan yerdə. Gecə namazları qıl, vitri qıl, yat. Gecəni artıq ibadət. Peyğəmbər s.ə.v eləyərdi. Ya çox xəstə olanda, ya çox məsələn yorğun olanda vitri qılıb, gecə namazını vitri qılıb yatarmış. Sünnədir, eləmək olar. Birdən Allah müvəffəq elədi, gecə ayıldın. Nə, qalx gecə namazı yenə qıl. Yaxud da ayılmısan, amma qalxa bilmirsən. Elə yerin içində. Dua elə, Allahım mənə köməklik et, Allahım mənim işlərimi asanlaşdır. Böyründəkinə bax deyən, Allahıma hidayət ver, Allahım sözümə baxsın, nə bilim, cəmaat da mehriban olsun və s. Yəni, belə şeylər eləmiyorlar. Dədəmin anamın sözünə baxsın, məsələn də. Belə şeylər deyə bilərsin. Deyək də orada uşaq yatır, onun üçün dua elə. Şərt deyir ki, durub oturasan, yerində əli qaldırasan. İstiğfarla yerin içində Allahum məğfir, Rabbi iğfirli, əstəğfirullah. Hamısı keçir, qəbuldur qardaşlar. Quran oxumağı isə, baxın, Quran asobu, xüsusi qiyamət günü gələcək, deyəcək ki, ya Rabbi, bu bəndən gecə mənə görə ayılırdı. Şirin yuxusuna haram qatırdım. Məni oxuyurdu. Məni onun üçün şəfaətçi elə. Quran da şəfaətçi olacaq. Yəni, dəyərli qardaşlarım, məhz onların tez cənnətə düşmələrinə səbəb bu oldu. Gecə namazları, gecə qalxıb dua eləmələri, istiğfar eləməli, Quran oxumaları, bir də وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ. O mal ki, onlara gəlir, çatır, bilsin ki, orada qonşunun, kasıbın, fağırın, miskinin haqqı var. Allah Subhanahu ve Teala balığın sahibi haqqında belə buyurur. Balığın sahibi kimdir? Yunus Aleyhisselam. Yunus Aleyhisselam, Allah Teala onu balığın qarnına düşməklə imtihan edir. O vaxt ki, o qövmin dəvət edir, ilk başda dəvət çətin olur. Sıxıntılara, imtihanlara məruz qalır. Yunus Aleyhisselam qövmündən ayrılır. Gəlir bir dəryanın qırağında olanda, dəryadan bir dənə balıq çıxır, Yunus Aleyhisselamı hop eləyib, udub, aparır. Balıq da götürdü, bilirsiniz, susuz qala bilmir. Dərhal suya qayıdır, gedir dərinliklərə. Yəni, sən o dalıcəndə daş atsın, çatan varsa, heç nə. Götdü, gedir. Və artıq orada balığın qarnında Yunus Aleyhisselam başlayır aləmlər Rəbbi Allaha çağırmağa. Fənədə fiz-zulümati ən la ilahə illə əntə subhanəkə inni kuntu minən zalimin. O zülmətlərdə çağırır. Allahım, səndən başqa ibadətə haqqı çatan məbud yoxdur. Sən bütün nöqsanlardan uzaqsan, mən səhv elədim. Xata elədim, ya Rabbi. Özümə zülm elədim. Allah Teala dərhal onun duasını qəbul edir. Dərhal onu oradan çıxarır. Deyir ki, lələbithə fi batnihi ilə yevmi yub'athun. Əgər deyir o, Allaha tərif deməsəydi, Allahdan bağışlanmayı istəməsəydi, qiyamətə qədər balığın qarnında qalacaq idi. Qiyamətə qədər balığın qarnında qalacaq idi. Və əncəhullahu bisəbəbi ə'məlihi salihə əlləti əsbəqəhə. Allah Teala onu balığın qarnından xilas elədi, əvvəl etmiş olduğu salih əməllərə görə. Əvvəl etmiş olduğu mələklər dedi, ya Rabbi, bu tanış səsdir. Bu həmişə sənə namaz qılan, oruç tutan, zikr eləyən, dua eləyən insanın səsidir. Allah Subhanahu Taala onu oradan xilas eləyir. Bilirsiniz, qayıdır qövmünün yanına, təzədən başlayır dəvətə. Bütün qövmü ona bu dəfə iman gətirir. Bütün cəmaat, yeganə peyğəmbərdir ki, bütün cəmaatı inanır ona, iman gətirir. Müsəlman da bilməlidir ki, o xoşbəxt, rahat halında Allaha ibadət edib, zikr edib yada salsa, Allah da onu sıxıntı vaxtında yada salıb, onu xilas edəcəkdir. Ancaq kafir insan, ancaq məsələn Allaha inanmayan insan isə ancaq çətinə düşəndə Allaha yada salır. Necə ki, Allah buyurur, onlar deyir,
dənizdə fırtınaya düşəndə başlayırlar ixlasla Allahı çağırmağa. Elə ki Allah Teala onları o fırtınadan xilas edirdi, quruya çıxan kimi yenə öz bildiklərini edirdilər. Yenə şirk, yenə küfür, yenə yemək, yenə içmək. وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ إِلَّا إِيَّاهُ. Deyir ki, onların deyir, dənizdə fırtınaya düşəndə Allahdan başqa dua edib çağırdıqları heç nəyini onlara fayda verə bilmirdi. فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ اَعْرَضَتْهُمْ. Elə ki, onlar deyir, Allaha qayıdırdılar. Biz də onları sıxıntılardan xilas edirdik. Yenə başlayırlardı Allahdan üz çevirməyə. Əlbəttə, bunun Allah subhanahu teala heç bir zərəri ziyanı yoxdur. Zərər və ziyanları onların özünədir. Sonra Peyğəmbər s.ə.v buyurur ki وَعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ. Bil ki, köməklik səbirdən sonra gəlir. Köməklik, yardım səbirdən sonra gəlir. Rasul sallallahu aleyhi və səlləm və sahabələri 13 il Məkkədə əziyyət çəkdilər. Özü də çox şiddətli əziyyət. Tarixdə belə şeylər görülməyib. Sonra gəldilər Mədinəyə. O iman, o İslam, o ibadət onlarda bərkiyəndən sonra ki, səbirli oldular, Allah Teala onlara zəfər qələbə bəxş elədi. İnsan da bu həyatda imtihan olur. Müxtəlif məşəqqətlər, xəstəliklər, sıxıntılar, lakin onun üzərinə düşən səbr eləməkdir. Həqiqətən də səbirlə şiddətli narahatsızlıqlar, şiddətli problemlər aradan qalxır. İnsan əndişələnməməli, insan əsəbləşməməli, insan darıxmamalı, insan üsyan etməməlidir. Yoxsa bu zaman daha çox şiddətlənəcək. Əksər bəlalar niyə keçmir? Əksər sıxıntılar niyə sonra çatmır? Çünki sahibi ancaq narazıdır, əndişə, əsəb. Niyə belə oldu? Belə olmamalıydı və s. Ona görə də o bəla qutarmır. وَأَنَّ الْفَرَجَ مَعَ الْكَرْبِ. Qurtuluş, rahatsızlıq qəm-qüssənin ardınca gəlir. Qurtuluş, rahatsızlıq qəm-qüssənin ardınca gəlir. Hər dəfə dəyərli qardaşlarım, sıxıntı artırsa, qəm-qüssə artırsa, bil ki, xilas, işıq yaxındır. Xilas, işıq, şadlıq yaxındır. Allah Teala buyurur ki فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا. Həqiqətən də asanlıq çətinliyin ardınca gəlir. Həqiqətən də asanlığın gəlir çətinlikdən sonra. Allah Teala buyurur hatta yaqulur rasul vellezina amanu ma'ahu mata nasrullah ala inna nasrallahi qarib. Nihayət Rasul, elçi, peyğəmbər və onunla birlikdə iman gətirənlər deyərlərmiş ki, Allahın köməyi nə zaman gələcək? Allah Teala deyir ki, həqiqətən də Allahın köməyi yaxındır. Yəni, o qədər onlar imtihan olunurlarmış ki, o qədər imtihan deyirlərmiş ki, bu köməklik nə vaxt gələcək? Haçan gələcək bizə yardım? Allah Teala deyir ki, Allahın köməkliyi, yardımı yaxındır. Çünki imtihan böyüyəndə demək sona az qalıb artıq. Az qalıb bu sıxıntıların qutarmağına. Bəli, köməklik gəlir səbirdən sonra, xoşbəxtçilik, rahatsızlıq gəlir çətinlikdən sonra. Həm də Allah Subhanahu taala görür nə deyir? فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا. Həqiqətən də çətinliyin ardınca asanlıq gəlir. وَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا. Çətinliyin ardınca asanlıq gəlir. Sələflər bu ayəni oxuyan zaman dəyərli qardaşlarım çox sevinərlərmiş. Niyə görə? Deyir ki, فَإِذَا اشْتَدَّ الْأَمْرُ فَعْلَمْ أَنَّ فَرَجَ اللّٰهِ قَرِيبٌ. Allahın bir imtihan şiddətlənəndə bil ki, çıxış yolu asandır, yaxındır. وَلَا تَيْأَسْ وَلَا تَقْنُدْ مِنْ رَحْمَةِ اللّٰهِ. Allahın rəhmətinə ümidini üzmə, nə də ki əlini çəkmə. وَقَدْ خَرَّجَ النَّبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ مَسْرُورًا فَرَحًا وَهُوَ يَضْحَكُ وَيَقُولُ. Günlərin bir günü Allah Resulü sallallahu aleyhi ve sellem çox sevincli, çox şən bir halda gülə-gülə səhabələrinin yanına çıxır və belə deyir: "Lən yəğlibə usrun yusrayni."
Lən yəğlibə usrun yusreyni. Heç vaxt bir çətinlik iki asanlığa qalib gələ bilməz. Bir çətinlik iki asanlığa qalib gələ bilməz. Sonra bu ayəni oxuyur. Fə innə mə'al usri yusra, innə mə'al usri yusra. Həqiqətən də çətinliyin ardınca asanlıq gəlir. Həqiqətən də çətinliyin ardınca asanlıq gəlir. Diqqət etsək burada Allah Teala deyir əl-usr. Müəyyən çətinlik. Əliflam müəyyənlik ədatı ilə gəlir. Yəni bir ismin əliflam müəyyənlik ədatı ilə gəlməsi o şeyin birdən olmağına dəlalət edir. Əl-usrun yəni bir çətinlik. Deyir ki, fə innə mə'l-usri yusran. Bir çətinliyin ardınca artıq burada yusran qeyri-müəyyənlikdə gəlir. Yəni sayı, miqdarı bilinmir. Asanlıq gəlir. Yəni bir çətinliyin ardınca asanlıq gəlir. Demir bir asanlıq gəlir. Asanlıq gəlir. Sayı, miqdarı, həcmi bilinmir, dəyərli qardaşlarım. Ona görə Peyğəmbər s.ə.v sevinərmiş və deyərmiş ki, heç vaxt bir çətinlik iki rahatsızlığa qalib gələ bilməz. Fə innə mə'al usri yusra. Aydın olur qardaşlarım, əl-usr müəyyən çətinlik. Məsələn, xəstəlik. Məsələn, xəstələnmişəm mən. Bir ayda xəstə yatıram. Başqa problemi yox ki, ancaq xəstəlikdir, elə deyirmi? Ancaq ardınca gör nələr gəlir. O qədər işlər düzəlir. Xəstəlikdən sağalırsan o heç. Ruzi qapıları açılır. Ondan sonra başqa sıxıntıların aradan qalxır. Küslü ilə barışırsan və s. Aydındır. Çoxlu asanlıqlar gəlir. Və bu da Allahın fəziləti və rəhmətdir, dəyərli qardaşlarım. İnsan bilməlidir ki, nə qədər sıxıntıya düşsə də Allah Teala o sıxıntının ardınca ona çoxlu qapılar açır. Yetər ki, o Allahdan qorxsun, əmirləri yerinə yetirib qadağalarından çəkinsin. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər və onu təsəvvürünə gətirmədiyi yerdən ruziləndirər. Və təsəvvürünə gətirmədiyi yerdən ona hamımızın başına bəla gəlir. Ən şiddətli bəlalar Peyğəmbərlərin başına gəlir. Sonra onlara ən çox tabi olanlara. Hətta Rasul s.ə.v danışır ki, sizdən əvvəl iman gətirilmiş şəxslər elə imtihan olunurlardı, başların ortasına mişarı qoyurlardı, tən ortadan ikiyə ayırırdılar. Yəni, belə yox ha, belə yox, belə. Lakin əqidələrindən, ibadətlərindən dönmürdülər. O qədər onlarda iman var idi, onlar ondan dönmürdü. Bax, belə, dəyərli qardaşlarım. Allah Teala, əziz qardaşlar, bir insanı imtihana çəkirsə, demək, o adamın Allah yanında bir hörməti var, bir dəyəri var, bir qiyməti var. Dəyərsiz insanı heç vaxt Allah imtihana çəkməz. Allah Teala saymadığı insanı imtihan eləməz. Allah Teala imtihan eləyirsə, demək, o adamı sayır. Onun dəyəri var. Baxın, Firon ən pis məxluq elə görmür. Kim mənə saya bilər? Fironun nəsə bir problemi olub həyatı boyu. Xəstəligi olub, dişi ağrıyıb, başı ağrıyıb, uşağı ölüb, heç nə. Çünki Fironun Allah yanında bir qədri qiyməti yox idi. Bir dəfə oldu, təmiz oldu. O da əcəli çatanda. Aydındır, amma baxaq Peyğəmbərlərə, övlad itkisi, ailə itkisi, ata-ana itkisi, kasıbçılıq, Peyğəmbərlərin ətrafında olanlara baxaq. Abu Bakır, Ömər o qədər acından əziyyət çəkirlər, çıxırlar küçəyə acından. Gəlirlər Peyğəmbər s.ə.v. Ya Rasulallah, öllük. Daha mədəmiz yapışıb qarnımıza. Bir açırlar, bir dənə daş düşür. Peyğəmbər s.ə.v. açır, iki daş düşür. İki qat əziyyəti çəkirmiş. Abu Bakır radiyallahu anh, Rasul s.ə.v. xəstəliyində bir dəfə gəlir, qızdırma əlim vurub, baxmaq istəyəndə əli yanır. Deyir, ya Rasulallah, necə səbr edirsən bu qızdırmaya sən? Allah Nəbisi Muhammed s.ə.v. deyir ki, ey Abu Bakır, bax, biz Peyğəmbərlər qızdırması bu dərəcə şiddətli olur, imtihanları bu qədər şiddətli olur. Əyyub aleyhissalam, Yaqub aleyhissalam, övlad etkisi. Övlad etkisi, dəyərli qardaşlar, ən yeməli vaxtında Yusifi itirir. Xəbər gəlir ki, Yusifi canavar yeyib. Yəni, ümidüz. O qədər ağlayır, axırı gözləri kör olur. İllərdən sonra
Yusif quyudan çıxır. O da məşəqqətli həyat yaşayır. Yəni quyudan çıxıb onu birbaşa stolda otuzdurmurlar. Vəzifə vermirlər. O da nələr çəkir? Dəyərli qardaş, zindanlar və s. Misrə sultan olanda Allah Teala onu atası ilə görüşdürür. Görürsünüz? Gözəl səbr edirdi. O biri peyğəmbərlər, əziz qardaşlar, Rasul sallallahu aleyhi və səlləm ən böyük ata görməyib. Ananı 4 yaşında itirib. Övladların 6'sını özəliyi ilə bastırıb. Olur, belə şeylər müminin başına gəlməlidir. İmtihanlar, sınaqlar olacaq. Olub, olacaq. Hələ yenə var. Yəni heç vaxt deməyək ki, oldu, keçdi. Yox, yenə olacaq. Ta ki, ayağımızı cənnətə qoyana qədər. Və imtihanların da olmağında bir, sənin günahlarının təmizlənib yuyulmağı var. 2, Allah yanında qədir qiymətinin ucalmağı var. Qədir qiymətinin ucalmağı var. Heç siz görmüsünüzmü ki, məsələn, səhabələrdən, məsələn, alimlərdən belə xoşbəxt, 4 dörtlük həyat yaşayan heç biri. Hamısı sıxıntı olub, məşəqqət olub, hər cür işdə problem olub. İmam Şafi deyir ki, 3 dəfə iş qurdum, 3-ündə də iflas elədim. Ancaq heç biz o danışan yoxdur Allaha şükür. Çünki ehtiyac yoxdur. Çünki ehtiyac yoxdur, dəyərli qardaşlarım. Heç kimi başına gələn hadisəyə görə qınamaq olmaz. Orada burada danışmaq olmaz. Filan kəs belə oldu, filan kəsin işi batdı, filan kəs boşandı, filan kəs ikincini aldı, bəhmən şey elədi. Qardaşlar, bu səviyyəsiz insanların söhbətidir. Bu imanı zəif insanların, əsl mömin belə şey danışmaz. Əsl müsəlman belə şey danışmaz. Bir növ bu bidət əhlinə oxşamaqdır. Necə ki, biz onlara deyirik ki, biz onlarla əqidə mənhəc söhbəti aparanda, onlar bizdən qoyun quzu söhbəti apar, elə deyilmi? Onlar bizdən qoyun quzu, comuş söhbəti apar. Eyni insanlar, nə olsun? Onlar hizbidir, o demədir ki, hizbisiliyi qutardı. Hələ olacaq, qiyamətə qədər olacaq. Qardaş, heç Allah Teala Yahudilərin, Allahı inkar edənlərin heç elə şeylərindən danışmır. Sən niyə danışırsan? Öz qardaşın, öz sələfi qardaşın, öz mömin, müsəlman bacı qardaşın gəlib elə şey, niyə danışırsan? Burada bir dənə şey var, onun da cavabı göz götürməməzlik, istəməməklik. Haqq bilir ki, haqqı oynandı, sadəcə onu niyə görə danışır? Onu quyu qazım, zərər yetirim, amma insan quyu qazanda bilsin ki, özü o quyuya düşür. Heç kim o quyuya düşmür. Başqasına quyu qazan insan, vallahi o quyuya düşmür. Sən özün o quyuya, ya bu dünyada, ya o dünyada, illa ki düşəsən. İlla ki Allah, heç kim düşməsin, yəni biz sadəcə qayda olaraq deyir, heç kim o arzulamırıq. Allahım heç kəs quyuya düşməsin, ya Rabbi. Allahım heç kim, yəni o başqasının qınadığı şeyə görə, ya Rabbi, o şeyi ona daddırma. Halbuki Allah Teala'nın sünnətullahı var, qaydası var. Kim bir kəsi o xatasına görə qınıyarsa, öz başına gəlməmiş ölməyəcək. Yəni bizdə qınamaq yoxdur. Bizdə masxara yoxdur, lağlağa yoxdur. Hətta kafiri belə, hətta müşriki belə. Kültürünü, əqidəsi, minhəcin bəyan edirsən, müşriklər bu etiqadda olub, Yahudilər bu etiqadda filancı qutardı. Yəni lazımdır, nə bilim, onlar belə eləyir, onlar elə eləyir, nə bilim, buradan gedir, belə eləyir, oradan gəlir, lazımdır, qardaşlar. Gəlin dinimizi öyrənək. Allah Subhanahu Teala ona görə deyir: "Ya eyyuhellezine amenu aminu billahi ve rasulihi." Ey iman gətirənlər, gedin bir də Allaha və Rasuluna iman gətirin. Görürsüz? Deyir: "Ya eyyuhellezine amenu." Ey iman gətirənlər, aminu billahi ve rasulihi. Allaha və Rasuluna iman gətirin. Ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara. Ey iman gətirənlər, özünüzü qoruyun cəhənnəm odundan, ailənizi qoruyun cəhənnəm odundan, başqasından sənə. Özü düzəlt. Ya eyyuhellezine amenu aleykum enfusakum. Ey iman gətirənlər, öz qeydinizə qalın. Hasib nəfsək, özü hesaba çək. Və tarixdə bu belə olub, dəyərli qardaşlar. Ona görə də bizə düşən
demək, heç birimizin eybin danışmamaq, orada burada yaymamaq, açmamaq. Allah Subhanahu taala nə deyir? Ya men amene bilisanihi ve lem yedhulul imanu qalbahu. Ey dili ilə iman gətirib, hələm də qəlbinə iman daxil olmamış şəxslər. Görürsən kimi deyir ha burada? Maraqlıdır, elə deyirmi? Adı kimi deyir burada? Müsəlmanların qeybətini eləməyin. Dalları ilə danışmayın. Onların eybin, aybın açıb araşdırmayın, danışmayın. Demirik onların eybi, aybı yoxdur. Var. Var. Amma danışma orada burada. O pərdənin dalında, bu otaqda, o filan yerdə danışma. Olmaz. Müsəlman qardaşın irzinə keçmə, qeybətini açma, demə, eləmə, olmaz. Həqiqətən də kim bir müsəlmanın eybinin dalıca düşsə, Allah Teala deyir ki, mən o adamın eybinin dalıca düşərəm. Allah da kimin eybinin dalıca düşsə, o evin içərisində belə olmuş olsa, onu açıb ağardacaq. Bax, ondan qorx. Bir gün biz niyə qardaşlar bir-birimizi çox istəyirik, bir-birimizlə hörmətliyirik. Ona görə ki, Allah bizim günahlarımızı bir-birimizdən örtüb. Vallahi mənim günahlarımın üstünü açsaydı Allah Subhanahu taala, nəinki burada oturmaq, heç orada otuzdurmazsınız. Deyəriz ki, çıx sənin kimi günahkarla biz oturmaq istəmirik. Sufyan əs-Sövriyə gəlir, deyirlər, ya şeyx, ya imam, ya muallim. Sufyan əs-Sövri deyir ki, hamısı bunlar pərdəyə görədir. Şeyx, nə pərdə? Pərdə nə aidiyyat söhbətə? Deyir, Allahın bizim günahlarımızın üstündən pərdə çəkməyinə görədir. Görsən? Yoxsa heç kim mənə bu hörməti qoymaz. Əgər bunu Sufyan əs-Sövri deyirsə, ha, biz kimik ki? Ha? Biz kimik ki, dəyərli qardaşlarım? Ona görə özümüzü islah eləmək, özümüzdən danışmaq, hətta sələflərə deyərlərmiş ki, nəsiyyət et, öz problemlərindən yarhamukallah danışarmış. Yəni, heç kimə, özümünkindən, özüm o qədər deyir, narahatçılığın için deyəm ki, bunlar dəyərli qardaşlarım, bizi qabağa aparmayacaq, düzdür. O danışdığın adama da heç nə olmayacaq. Allah bir adamı ucaldırsa, qoruyursa, saxlayırsa, onu heç kim azdıra bilməz. Amma Allah Subhanahu taala bir adamı azdırıbsa, sən nə qayrasan o düzəlməyəcək. Qiyamət günü insanlar dağlar boyda savablarla gələcəklər. Məscidə gedib gəlib, oruclar tutub, ümrəyə gedib gəlib, dərslər verib, namazlar və s. gecə qalxıb, Quran oxuyub, ancaq bunu incidib, maaş uzatıb, min qeybətini edib, əziyyət verib, o savabları götürüləcək, veriləcək o danışdığı, qeybətin edir adamlara. Əgər savab çatmasa, o zaman o adamların günahı götürülüb, üstənəcək bunun boynuna. Hə, nə ayrəsən? Nə olacaq? Kim sən dadı açılacaq? Əsil muflis, əfləsə dünya vəl-əxirə. Dünya da iflas oldu, ahirət də iflas oldu. Niyə görə dünya iflas oldu deyirəm qardaşlarım? Çünki alimlər deyirlər ki, qeybətçil insan heç vaxt həyatda rahat ola bilmir. Ömür boyu narahat yatır. Yuxusunda pis şeylər görür. Ailəndə narahat oyanır. Çünki qəlbdə xainlik var axı. Məsələn, xain xoflu olur. Yəni, o ancaq baş narahatdır. Filan kəs. O heç vaxt xoşbəxt. Yəni, sən məsələn, yiyəsən, içəsən, gəzəsən, tozatsan, o yox. O ömür boyu narahat olacaq. Bu şeylərə son qoymaq. Əlhəmdülillah, bizlər artıq bu hədisi bitirib tamamladıq. Allah Subhanahu taala bizləri bu hədislə, həmçinin başqa bütün hədislərlə əməl edib başa düşməyə müvəffəq eləsin və Allah Subhanahu taala bizə səbrimizin ardınca köməkliklər bəxş eləsin, çətinliklərimizin ardınca rahatçılıqlar bəxş eləsin, qəm, qüssə, kədərimizin ardınca xoşbəxtçiliklər bəxş eləsin və Allah Subhanahu taala bizi harada olursa olaq xoşbəxt eləsin, həm dünyada, həm yer üzərində, həm yerin altında, həm də Rəbbimizin huzurunda dayananda. Allah Teala bizləri Muhammed sallallahu aleyhi və səlləmi mübarək əlindən, onun Kövsər hovuzundan su içən bəxtəvər qullarından eləsin. Allah Subhanahu taala bizi cənnət əhli eləsin. Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə
və əməl-i salih insanlar ilə qonşu, yaxın etsin. Ən gözəlin, ən doğrusunu Allah bilir. Subhanəkəllahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.